hissədə qoruma mexanizmləri proqramı kimlər üçündür və kimlər üçün deyil? Bu suala cavablayacağam. Bax, əgər sən özünü öyrənmək istəyirsənsə, gerçək xarakterini öyrənmək istəyirsənsə və bununla bərabər qurduğun münasibətlərdə öz həyatında yetişkin kimi hiss eləmək istəyirsənsə, proqram sənin üçündür. Reaksiya deyil də seçim eləmək gücündə hiss eləmək istəyirsənsə, bu proqram sənin üçündür. 2 günlük bir həll axtarırsansa, belə bir gözləntin varsa, bu proqram sənin üçün deyil. Çünki qoruma mexanizmləri proqramı həm nəzəriyyədə, həm praktikadır. Yəni bu oturdum, hamısını izlədim, bütün videoları və vəssalam mən bildim. Belə bir səhnə təsəvvür edirsənsə zehnində, bu proqram sənin üçün deyil. Yəni bilirsən, qoruma mexanizmləri proqramı sənin həyatına gələndə necə olur? Məsələn, bir videonu dinləyirsən, biraz ara verirsən, bir şeylər oturur zehnində və sonra ikinci videoya baxırsan, bəzi şeylər daha oturuşur, orada onsuz da çalışmalar, daha doğrusu suallar var, həmin sualları izləyirsən. Yəni birbaşa özünə təmas eləyə bildiyin yerdir bu. Əgər sən özünə təmas eləməyə hazır deyilsənsə və bunu istəmirsənsə, qoruma mexanizmləri proqramına boşu-boşuna qoşulma. Yəni həm maddi olaraq, həm mənəvi olaraq özünü bu əziyyət eləməyə məhkum deyilsən, bunu eləməyə bilərsən. Real bax məsələyə. Amma əgər yenə deyirəm, yetişkin kimi hiss eləmək istəyirsənsə, yəni mən artıq uşaq kimi görülməkdən, uşaq kimi hiss eləməkdən, duyğularımı idarə edə bilməməkdən çox yorulmuşam və mən öz bədənimdə yetişkin kimi hiss eləmək istəyirəm. Mən verdiyim reaksiyalar üzərində bir ağırlığım olsun istəyirəm deyirsənsə, qoruma mexanizmi proqramını əldə elə. Bu proqram sənin üçün olacaq. Amma dediyim kimi qeyri-real gözləntilərin varsa özündən, heç oralara gəlmə. Bəlkə özümlə görüşürəm elə, bəlkə başqa proqramlara bax. Amma qoruma mexanizmləri proqramı belə olan halda sənin üçün deyil. Bunu bil. Növbəti suala keçək.